Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində 5-ci mikrorayonda, yəni safxoz nizamında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində hədsiz dərəcədə deməli mərkəzi yola yaxın bir məsafədə bax gördüyünüz deməli 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 4 otaq, 3 otaq düzəldilmiş, bax belə bir mənzil satılır. Hal-hazırda zalında yerləşirəm. Vaxtilə bu zal 2 otaq olub, indi isə böyük bir zal ediblər. Təmirini necə görürsünüz, bu cürdə var. Çox yaxınlıqdan 9A və 31 nömrəli marşrutlar işləyir. Bura isə deməli balkonudur. Uzunluğu 7 metr, eni isə 1.20-dir. Zalın isə ölçüsü 7-nin 4-dədir. Bax bu cürdür. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İpoteka yararlıdır. Qiymətin 77 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda siz deməli mətbəğini görürsünüz. 3-ün 3-ədir. Deməli bu binaya yaxın 42 nömrəli orta məktəb, 42 və 7 nömrəli orta məktəblər, 33 nömrəli uşaq bağçası yerləşir. Bura isə hamamıdır, 2 tonluq su bakı var, kolonka sistemidir. Baxın, təmirini necə görürsünüz, bu cürdə var. 4-cü mərtəbədir. İndi isə mən sizə bax bu zonanı göstərirəm. Qarşıda qladovkanı görmək mümkündür. Bax, deməli qapıdan giriş hissəsidir. Hardasa bax burada da belə bir 2-nin 3-ə belə bir mini otaq var. Qladovka həqiqətən böyükdür, splaşlı qladovkadır. Burası otaqlardan biridir. Yenə təkrar edirəm, bax təmiri necə görürsünüz, bu cürdə var. 4-ün 3-ədir. Yeri, binanın yerləşdiyi yer çox yaxşı yerdə yerləşir. Yəni hər bir iş üçün, hər bir deməli belə deyim də, yəni çox əhəmiyyətli yerdə yerləşir, çox yaxşı yerdə yerləşir. Həm marşrutlara yaxındır, həm məktəblərə yaxındır, həm mərkəzi yola çox yaxın bir ərazidə yerləşir. Bura isə deməli 3-cü yaxud da 4-cü otaqdır. Bax belə bir 4 otaq, 3 otağa düzəldilmiş mənzilin qiyməti 77 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.